Tövbə surəsi. Bu, Allah və onun elçisi tərəfindən əhd bağladığınız müşriklərə, onlarla olan əhdlərin pozulması barədə bir xəbərdarlıqdır. Elə isə yer üzündə 4 ay gəzib dolaşın və bilin ki, siz müşriklər Allahdan yaxa qurtara bilməyəcəksiniz. Və Allah kafirləri rüsva edəcəkdir. Bu, Allah və onun elçisi tərəfindən ən böyük həc günü insanlara Allahın və onun elçisinin müşriklərdən uzaq olmasını elan edəcək bir bildirişdir. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Yox, əgər üz döndərsəniz, bilin ki,